Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Göygöldə 2 gəncin ölümü və ikisinin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib. O bildirib ki, 2 noyabr 2025-ci il saat 23:40 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarında dəmir səthə çırpılıb və aşıb. Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itirib. Digər 2 sərnişin Sənan və Turan isə ağır xəsarətlər alıb. Rövşən Tağıyev qeyd edib ki, qəza anından əvvəl sərnişinlərdən biri sürücünü ehtiyatlı olmağa çağırıb. Ay Elvin, nəsə olsa tikəmizdə tapmayacaqlar, yavaş sür. Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömür deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir cəsarət nümayişi və ya bacarıq sınağı üçün qurban verilə bilməz, deyə şöbə rəisi vurğulayıb. O əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır. Hər kilometrin sonunda həyat dayanır, yasaq ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsini əvəz etməz, heç bir mən bacarıram sözü bir ananın göz yaşını silə bilməz. Rövşən Tağıyev bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olun, sürət həddini aşmayın, təhlükəsiz məsafəni qoruyun və hər zaman ehtiyatla hərəkət edin. Unutmayaq ki, yollar insanları birləşdirmək üçün çəkilib, ayırmaq üçün yox. Dilbər Vüqar qızı, Bölgə TV.